Dövlət Statistika Komitəsi belə bir məlumat yayıb ki, Azərbaycanda 102 kişi qadınlar tərəfindən zorakılığa məruz qalıb. Aziz Yonaz bununla bağlı şəhər sakinləri arasında sorğu keçirib. Məncə ancaq xəstə kişilər qadın zorakılığına məruz qala bilər və yaxud da ki, qadın idmançıdırsa. Başqa ağlıma heç bir şey gəlmir. Mümkün deyil. Əslində heç birisi olmamalıdır. Nə qadınlar kişilər tərəfindən zorakılığa məruz qalmamalıdır, nə kişilər qadınlar tərəfindən. Qarşılıqlı anlaşma şəklində olmalıdır hər şey. Kişilərin qadın tərəfdən, hə onda o kişi deyil də ki, qadın tərəfdən döyülür. Yəni o kişi də elə olmalıdır ki, yəni bir qadının yanında hörməti olsun da, amma o kişi tərəfdən qız tərəfdən döyülürsə o kişi deyil. Bu daha iyiymiş. Türkiye'de böyle bir şey yok. Bence o zaman o kadınların ellerinden öpmek gerekiyor. Çünkü ne bileyim yani ben daha önce hiç böyle bir şey duymadım ve görmedim. Bir kadın erkeği dövebilecek güce sahipse zaten elinden öpüp saygı duymak gerekiyor. Ne diyelim? Kişilərin qadınlar tərəfindən döyülməsinə valla nə bilim, o belə baxanda düzgün bir şey deyil. Amma ən azından özü o şəraiti yaradır da. Yəni kişi yəni o şəraiti yaradır da, yəni öz kişiliğini yəni göstərməyib, öz ağırlığını qoymayıb ki, qadın da onu elə yəni əksinə olub da, yəni qadınla kişinin yerləri dəyişib. Amma belə baxanda hər iki tərəfdən yəni şiddət olmamalıdır, nə qadına, nə də kişiyə. Mənə elə gəlir ailədə tərbiyə, elə cəmiyyətdə kişiyə hörmətdən başlayır. Adətən biz deyirik qadına hörmətdən başlayır, amma mən belə fikirləşirəm ki, kişiyə hörmətdən başlayır. Ona görə ki, o ruslar demiş ki, na nebi Bog, na zemlye muj. Biz bunu çox vaxtı qadınlar bundan istifadə edir və kişilərə çox pis yanaşır. Yox, qadın kişini döyməsinə pis baxırıq. Gözümüzə kənddən gəldiyimiz üçün bilmirik. Qadınların kişiləri döyməsinə pis. Ona görə ki, qadın qadındır, kişi də kişidir. Kişi qadını döyər, qadın kişiyi döyməz. Necə fikirləşirsiniz? Hə. Zorakılığa məruz qala bilər qadın tərəfindən? Nə bileyim, baxır da o hansı zorakılığa məruz qala bilər. O Statistika Komitəsi deyib ki, 102 nəfər döyülüb. Çox güman ki, döyənlər gəncəlilər oldular. Gəncəli qadınlar belə çox belə aqressiv olurlar. Necə baxıram? Əlbəttə nəsə eləyiblər ki, döyüblər də. Elə belə döyməzlər ki. Onların döyməsinə baxırıq. Əlbəttə ki, yaxşı baxıram. Səhv olub ki, döyülüb də, səhvsiz insan olmur. Qadınların kişiləri döyməsinə necə baxır? Nəinki qadının kişiyə və yaxud kişinin qadına, həmçinin insanın insana, insanın heyvana zorakılığı belə humanist qaydalara, yəni əksdir, pis bir şeydir. Yaxşı baxıram. Hə? Səhvləri olmasın ona görə. Qadın kişini vurma yox, pis baxırıq. Elə, qadın niyə kişiyə qaldırmalıdır? Qadın nəsə səhvi olanda kişi qadın vurmalıdır. Amma qadın kişinin yox ki. Qadına təxminə hər iki halda zorakılığa pis baxır. Bilmirəm, ya təsadüfi olduğu üçün bilmirəm. Ya rastıma çıxmıyor. Vallahi elə yaxşı baxıram. Mən olsam mən də döyərəm elə kişiləri. Birinci növbədə. Qadınların kişiləri döyməsinə pis. Qadın zərif kişini necə döyə bilər? Mənim ailəmim necə səhvdir. Ümumiyyətlə heç bir kişi qadının çox şeylərə. Kişilər qadınlara çox zorakılıq tətbiq edirlər.